Şirniyyatları sevirsiniz, amma hicaməyə hazırlaşırsınız. Elə isə bilməli olduğunuz bəzi şeylər var. Qədim müalicə üsulu olan hicamə, orqanizmi təmizləmək və sağlamlığı gücləndirmək üçün əladır. Bəs qidalanma necə olmalıdır? Şəkər bura və paxlava yemək olarmı? Hicamədən əvvəl bu şirin nemətlərdən uzaq durun. Onlar qan şəkərinizi qaldıra bilər. Bretin, bu da prosedur zamanı baş gicəllənməyə və halsızlığa səbəb ola bilər. Üstəlik, həzm sisteminizi yükləyərək narahatlıq yarada bilər. Hicamədən sonra bədəniniz təmizlənmə rejimində olur. Şirniyyat yemək faydaları azalda və həzminizi çətinləşdirə bilər. Bunun əvəzinə meyvə, bal, xurma kimi yüngül, təbii qidalar və bol su için. Beləliklə, hicamədən maksimum fayda əldə etmək üçün prosedurdan əvvəl və sonra şirniyyatlardan imtina edin. Bir neçə saat gözləyin və balanslı qidalanmağa üstünlük verin. Bədəniniz sizə minnətdar olacaq.